Dostlar, bugün bu səhər çox önəmli, çox vacib bir məsələ ilə bağlı danışacağıq. Bəzən bizə belə bəlkə də qeyri-ciddi gələ bilər. Deyirik də 3 yaşı var da bu uşaq bu hərfi necə desin. Bu yanaşmalar olur valideynlərdə. Amma bəzi detallar var ki, onları elə 3 yaşından fikir vermək lazımdır. Nəysə, mən burada sadəcə Esmira Kazımova ilə istəyərdim danışaq. Defektoloq, logoped. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Necəsiz? Teşekkürler. Biz düzdür, sizinlə bir dəfə bu mövzuda danışmışıq, amma zaman keçdikcə həm sizin sahədə müəyyən irəliləyişlər əldə edilir, texnoloji baxımdan, bəlkə də bilmirəm, düz dedim. Olur, irəliləyişlər var. Həm müasir tibbi yanaşması fərqlidir. Hər dəfə yeni bir şey çıxır da, uzun sözün qısası. Amma bizdə dəyişməyən bir şey var. Gərək səsinizi yaxşı eşitdirmək üçün mikrofona yaxın əyləşəsiniz. Xahiş edəcəm o sizdən. Yenə də o danışığında qüsur olan uşaqların, böyüklərin, nə bilim orta yaşlıların sayında artımın şahidi oluruq. Bu baxımdan Azərbaycanda mənzərəni necə təsvir etmək olar? Artıq birincisi qüsur sözünü yığışdırdıq. Doğrudan. Aha. İkincisi çox təəssüf keçən ildən bu ilə qədər daha çox artıb. Məsələn, keçən il biz statistika götürürük həmişə, mən tədqiqatlar aparıram. Çox üzr istəyirəm. O sözü yığışdırdıq. Nə ilə əvəz edirik? Pozuntu. Pozuntu. Məsələn, məndə bir çox tədqiqatlar var ki, onlar üzərində işləyirəm. Məsələn, keçən illəri mənim şəxsən qəbul etdiyim uşaqların hal-hazırda 2 dəfə artıq olub ki, ümumiyyətlə belə deyək də bilinmir ki, diaqnoz nədir. Yəni uşağın inkişafına baxırsan, nə əqli geriliyə oxşuyur, nə nitq ləngiməsinə oxşuyur, nə autizm spektr pozuntusuna oxşuyur. Belə ortada qalmış, hətta bəzilərində heç valideyn, mütəxəssisi, həkimlərin özü belə diaqnoz qoymaqda əziyyət çəkirlər. Çünki hərəsində sanki bir dənə biraz götürmüşlər. Və çox təəssüf ki, hal-hazırda həmişə elə olub. Oğlanlarda qızlara nisbətən daha çox rast gəlir. Məsələn, tutaq ki, bizim mərkəzdə özümdən götürəm, məsələn, 10 dənə uşağa dərs keçirəmsə, 10 uşaqdan 8-i 100% oğlandır. Amma çox təəssüf ki, qızlar az olsa da, qızlarda olanda daha ağır olur. İşləmək daha ağır olur. Həm də xüsusiyyətlər üzrə daha ağır göstərmiş olur. Ola bilərmi ki, oğlan uşaqlarını daha çox gətirirlər müayinəyə, müalicəyə? Belə şeylər var ümumiyyətlə indiki zamanədə? Oğlan uşaqlarında daha çox rast gəlinir. Çünki birincisi, tək bizim deyil, bütün demək olar ki, dünyada ən çox oğlan sevgisi var. Anaların dəfələrlə uşaqdan, yəni o imtina eləməsi vaxtı gəlində, imtina edir dəfələrlə olanda və yaxud da ki, süni mayalanmaya daha çox üstünlük verirlər. Yaşları çox olur xanımların, oğlan eşqi ilə olanda. Məsələn, adi 11 nömrə məktəbdə mən işləyirəm. 10 uşaq olur sinifimizdə maksimum. Onun maksimum 2-si qız olacaq. Bəzən bir uşaq qız olur. Qalan hamısı oğlandır. 3 bacının bir qardaşı, 2 bacının bir qardaşı, 5 bacının bir qardaşı. Hamısı bu şəkildə olur, çox təəssüf ki. Və belə deyək də, bu tendensiyanı azaltmaq mümkün olmur, amma istənilən pozuntuda oğlanlarda qızların nisbətən daha çox olur. Adi kekələmənin özündə elə. Yəqin ki, siz bununla bağlı daha çox araşdırmalar aparırsınız. Əsas səbəblər kimi nə göstərilə bilər? Çünki indi düz deyək, bəzən mütəxəssislərin yanında danışanda, böyüklərin yanında danışanda deyir, o vaxtı da var idi. Sadəcə texnologiya bu qədər inkişaf etməmişdi, sosial şəbəkə falan yox idi deyə tez yayılmırdı. Hərə çəkilmişdi öz evində bunu ya müalicə eləyirdi, ya müəyyən şeyləri gizlədirdi. Doğrudan da belədir. Yəni bütün dövrlərdə say nisbəti təxminən eyni olub. Yox, say nisbəti hal-hazırda baxsaz, deyək ki, hal-hazırda məsələn bir 10 il öncəyə getsək, 500 uşaqdan birində spektr pozuntusuydusa, indi hal-hazırda 34 uşaqdan birindədir. 10 il arasında fərqi düşünək də. Hətta görün səviyyə gəlib çatıb ki, Trump ilk prezidentliyə çıxanda spektr pozuntusuna bağlı paylaşım elədi ki, spektr pozuntusunun artığının qarşısını ala bilmirik. Amerikada özündə belə bu artım var. Səbəbi düzdür, peyvəndləri göstərdi. Amma Dünya Səhiyyə Nazirliyi artıq bununla qarşı mübarizə aparır. Bu da tək peyvəndlərdən söhbət getməyə bilər. Hətta Pantaqam deyilən dərmanı belə misal çəkdi ki, hamiləlik vaxtı qadınların içdiyi Pantaqam bundan da ola bilər. Paracetamol, Pantaqam yox, paracetamol idi. Yəni prezidentin durub bu günləri bu spektr pozuntusundan danışmağı özü belə qlobal problemlərdən biri göstərmiş olur da. Əvvəllər var idi. Amma əvvəllər sosial mühitimiz yaxşı idi. Yəni əvvəl qonşuya getmək var idi, həyətə düşmək var idi, əvvəl 7 şüşə var idi, əvvəl əlimizi quma vurmaq var idi, qaç tutdu var idi. Amma indi hal-hazırda o yoxdur axı. İndi hər kəs neyniyim? Uşaq darıxır da. Amma başa düşmürlər ki, valideyn uşaq darıxanda təsəvvür edə bilir.
Darıxanda nə isə ortalığa çıxara bilir. Darıxdırmırsınız deyə uşaqlarınızın əksəri təsəvvür bacarıqları yoxdur. Adi bu yaxınlarda bir şey göstərdilər, kitabı göstərdilər. 2-3 yaşında uşaqlar kitabı planşet, sensor kimi başa düşüb belə-belə çevirməyə çalışır. Halbuki belə-belə çevirmək lazımdır, şəkillərə baxmalıdır. Kitabları başlayır barmağından sanki sensordur. Yəni bu bizim artıq bəlamızdır. Və 2 aydan, 3 aydan bütün uşaqlar, yeni doğulan uşaqlar 2 aydan etibarən daha yaxşı görməyə başlayırlar. 2 aydan sonra gördükdə onların ilk diqqətini çəkən televiziya olur. Və valideynlər bundan fəxr edir. Bunun bicliyinə baxır, gör nətər baxır ona. Əslində belə olmamalıdır. Qətiyyən. Çünki biz nit pozuntusu ilk başlayanda biz valideynə deyirik ki, telefon, televiziya birinci şərt kəsirsiniz. Çünki onlar birli ünsiyyətdir, ikili ünsiyyət deyil. Birli ünsiyyət nə deməkdir? O danışır, amma mənim suallarıma ki cavab vermir. Uşaq sadəcə qulaq asmaq məcburiyyətində qalır. Və sonrasında isə başlayır o cizgi filmlərinin personajlarını oynamağa. Hətta hal-hazırda mən bir uşaqla məşğul olurdum. Yer axtarırdı ki, gizlənsin, yer axtarırdı ki, orada o personajın rolunu göstərsin. Uşaq birinci sinifə gedir. Və o hərəkət əlbəttə ki, kənar tərəfdən şizofreniya əlaməti kimi görünürdü. Valideyn bundan utanırdı. Dərsin ortasında tutaq ki, çəkilir kənara Spiderman hərəkətlərini eləyirdi. Biz başa salırdı ki, mənim balam o məktəbdir də, orada eləmək olmaz. Və yaxud da ki, uşaq gəlir, balaca gəlir buna, öz-özünə mızıldanır uşaq. Anası ki, yaxşı da, daha indi dərsləsən axsa, uşaq artıq bunu robotik olaraq dəfələrlə təkrar etməyə çalışır. Və yaxud da ki, söz deyirsənsə, eyni personajın sözü kimi sənə cavab verir. Bu isə əlbəttə ki, uşağın nəinki təsəvvürünü, ünsiyyətini də məhdudlaşdırmış olur. Yaşın fərqi varmı? Neçə yaşında uşağı kompüterdən, planşetdən, nə bilim, telefondan ayırmaq? Yoxsa elə bunun təməli belə olmalıdır. Məsələn, 2 yaşdan, 2 aylıqdan, 5 aylıqdan ümumiyyətlə yaxın durmamalıdır. Hal-hazırda Türkiyə Səhiyyə Nazirliyinin ən yaxın deyək bizə qonşu dövlətlərdən biri, Türkiyə Səhiyyə Nazirliyi artıq qərar çıxartdı ki, 18 ayına qədər uşaqlar telefon, televizorun verilməsi uyğun deyil. Hətta bununla bağlı həyəcan təbiri çaldı. Yaponiyada isə 3 yaşına qədər icazə verilmir. Əvvəllər Ümumdünya Səhiyyə Nazirliyi deyirdi ki, 18 ayına qədər verməsəniz daha məsləhətdir. Çünki 18 ayında uşaqlar ikili ifadə qurmalıdır. Amma hal-hazırda Yaponiya özü belə 3 yaşına qədər qaldırıb. Finlandiyanın özündə belə yoxdur. Hətta İsveçrə bu yaxınlarda bütün telefon, televizorları kəsdi, planşeti kəsdi, əvəzinə kitabları gətirdilər. Çünki uşaqlarımız sadəcə əzbərləmə meyillidir. İndi mən özüm də universitetdə dərs deyirəm də. Mən tələbələrim əlində ChatGPT olmasa mənə cavab verə bilmirlər. Bir söz deyən kimi, ChatGPT-yə girirlər, görün müəllimə nə demək istəyir. Amma özüm təsəvvür edeyim, o mövzuya sual tapa bilmirlər. Məsələn, deyirəm ki, bu mövzumuz budur. Kimin maraqlı sualı var? Məsələn, maraqlı sual olana kurikulumdan mən 5 yazacağam, məsələn deyirəm də. Hamı ChatGPT-yə girir ki, görüm bu suala uyğun ChatGPT ən maraqlı sual hansı verəcək. Bunu qadağan edə bilmirik də biz. Mən eləyirəm dərsdə. Eləyirsiniz. Nəticəsini görürsünüz. Çox gözəl. Bu qidalanma məsələsini burada biraz gəlin müzakirə eləyək. Çünki 15-20 il əvvəlki dövrə qədər qidalanma ilə indiki qidalanma arasında yerlə göy qədər fərq var. Elə valideynlərin yanaşmasında da bu özünü göstərir. Əvvəl daha keyfiyyətli qidaya qaçırdıqsa, indi ayaqüstü nə gəldi uşaqları yedizdirmək, bu sanki bir dəb halını alıb və kimdənsə bağlı sual verəndə də deyir, niyə hamı belə eləyir, hamının başı qarışıqdır, iş, güc, ona görə biz məcburuq küçədə, bayırda fast foodla və ya o yüngül atışdırmalıq məhsullarla qidalanmağa. Bunun birbaşa pozuntulara təsiri varmı? Bəli, var. Hal-hazırda, hətta belə deyək də, spektr pozuntusu olan uşaqların, sadəcə bu spektr pozuntusuna aiddir hal-hazırda, əksəriyyətlə diyetadan saxlayırlar. Çünki hal-hazırda hiperaktivliyin əsas səbəblərindən biri şirin yağdır. Adi kəkələmə olan uşaqlara biz ilk məşğələyə başlayanda deyirik ki, fast food və qazlı içkilərdən kənar durun. Ən sadə bir misal çəkim, hamiləlik dövründə belə fast food və qazlı içkilər xanımlara icazə verilmir. Çünki o birbaşa uşağın inkişafına təsir etmiş olur. Belə biz biraz sonra davam edəcəyik dostlar. Defektolog, logoped Esmira Kazımova studiyamızın qonağıdır. Çox ciddi bir məsələ ilə bağlı danışırıq. Hansı ki uşaqlarda spektr pozuntuları, eyni zamanda danışıqlarında müəyyən pozuntular qeydə alınırsa, bu halda biz nə etməliyik? Hansı yaşdan etibarən mütəxəssislərə müraciət etmək lazımdır? Esmira xanımla bayaq efirə başlamamışdan qabaq bir söhbət edirdik. Efirdə bu barədə danışmamışıq hələ. Sən demə, uşağın
təhsil aldığı dilin də burada bir önəmi var. Məsələn, biz Azərbaycan dilli ailələriyik, Azərbaycanlıyıq, Azərbaycan dilində daha yaxşı özümüzü ifadə edə bilirik. Bəzən valideynlər uşağı elə 2-3 yaşından etibarən bağçaya və digər təhsil müəssisələrinə rus və ya ingilis və ya fransız fərq etməz, qeyri-Azərbaycan dilində təhsil almasına önəm verirlər. Bu da problemdir və nədə problem yaradır? Əgər uşaq tam öz dilində Esmər xanım, biz sizi yaxşı eşitmirik. Əgər uşaq tam öz dilində nəinki anlayır, həmçinin ifadə edə bilmirsə, o zaman o uşağa ikinci və üçüncü dilin öyrədilməsi düzgün deyil. Çünki öz dilində birinci tam başa düşməlidir, tam özünü ifadə etməlidir. Ondan sonra lap istəyirsiniz 5 dili əlavə edə bilərsiniz. Çünki uşaq vaxtı yazılan deyir daşa, yaşlı vaxtı yazılan deyir suya yazılmış olur. Ona görə də həmişə, məsələn, 2 gün öncə bir valideyn müraciət etdi. Oğlu bizə gəldi, spektr əlamətləri var idi, davranış pozuntusu var idi, ümumiyyətlə nitqi yox idi. Bir müddətdən sonra bunlar çıxdı, getdi və uşaq ilk danışmaya başlayıb təəssüf ki, kəkələməklə başladı. Valideyn də dedi ki, müəllimə, zamanla yəqin keçib gedər. Həqiqətən də elə bir şeylər olur. Zamanla kəkələmə keçib gedir, əgər erkən vaxtı baxanda. Ailə çıxdı, getdi. Yenidən bir ildən sonra geri döndülər. Hal-hazırda geri dönmə səbəbləri odur ki, uşaq yeni başlayan, danışmağa başlayan uşağı rus sektoruna qoyublar, rus bölməsinə qoyublar. Və valideynə sual verdim ki, sizin evinizdə rus dilində kim danışır? Ümumiyyətlə, danışa bilirsinizmi? Dedi, İsmail, bizim heç kəs rus dilində danışmır, nəinki danışmır, ümumiyyətlə, çətin başa düşürük. Uşağı rus sektoruna qoyublar, rus bölməsinə bağçaya qoyublar. Uşaq hal-hazırda ağır kəkələmədədir. Bundan ziyadə evdə kiçik bacısı var. Bacı da artıq qardaşa baxıb təqlid fonunda kəkələyir. Yəni, mən də valideynə dedim ki, siz bunu, yəni, məqsədiniz nə idi? Onsuz da zaten hər yerdə rus sektorları bağlanır. Bir də bilirdiniz ki, uşağınızda belə bir problem var. Dəblə yaxlaşmaq istəyiblər. Amma nəticə etibarilə indi dünyanın bunu tökəcəklər. İstər nevroloqa, istər loqopeda və psixoloji problem də yaşayır uşaq. Çünki ifadə etmədiyi üçün özünü əlləri tərləyirdi və həyəcan keçirir, təşviq keçirirdi. Və artıq valideyn rus sektoruna dedi, əgər rus sektoruna davam edirsiniz, sizin loqopeda ya da həkimə getməyinizin bir mənası yoxdur. Özünüz seçim edin. Çox təəssüf ki, bizim ailələrimizdə bununla çox tez qarşılaşırıq və valideynə soruşanda ki, niyə qoymusan? Biz vaxtı ilə kaş ki, mən də rus sektoruna gedərdim, iş imkanlarım daha çox idi. Amma indi hal-hazırda rus sektorundan iş imkanı deyil, ingilis sektorundan, ingilis dili daha çox iş imkanı verir. Amma ingilis dilində misal üçün, indi siz misal olaraq rus dilini çəkdiniz, onun əvəzinə olsun ingilis dili. Orada da ikinci, üçüncü, 2-3 yaşından əgər həmin dediyiniz bölmələrdə təhsil almağa başlayırsa, eyni problem yaranmırmı? Yaranır. Mən dediyim kimi, əgər uşağın yaşından asılı olmayaraq nitqi yaşına uyğundursa, anlama və qavrama yerindədirsə, ikinci, üçüncü dillərə qoyulması heç bir zərurət daşımır. Amma yox, uşağın deyək ki, 2 yaşı var, hələ də 3-4 sözü varsa, o uşağın ikinci və üçüncü dil alması düzgün deyil. Valideynlər bunu nəzərə alın, sonradan fərqli problemlər ortaya çıxır. Bəzən bu problemləri aradan qaldırmaq üçün bir xeyli maddi vəsait xərcləməli olursunuz. Bəzən də bu maddi vəsait xərclənəndə belə gözlənilən nəticəni əldə etmirsiniz. Biz sizlə danışanda Türkiyə ilə bağlı da bir neçə misal çəkdiniz. O sözü unutdum, təəssüflər olsun. Superviziya. Necə? Superviziya. Superviziya. Nə termindir bu və bu superviziya təlimdir də bu, yoxsa necə? Həm təlimdir, həm yoxlanış kimi gedir, həm proqram davam etmək kimi gedir. Superviziya tək bizim sahədə deyil. Tutaq ki, mühəndislərin sahəsində var, hal-hazırda aktualda həkimlərin sahəsində. Onlarda da var, pedaqoji sahədə də var. Bu çox gözəl faktordur. Niyə? Məsələn, deyək ki, Türkiyəyə hər dəfə get-gəl maddi cəhətdən böyük ailələr üçün deyə problem yaşayırlar. Və yaxud da ki, Azərbaycanlı ailələr var ki, Türkiyədə yaşayırlar. Onların Azərbaycana gəl-git və Azərbaycan dilində bir mütəxəssis Türkiyədə tapmaları çətin olur. Və yaxud Türkiyədə olan ailələr var ki, orada loqopediya bölməsi biraz o qədər də çox deyil. Tutaq ki, bir şəhərdə maksimum 3 nəfərdir. Çünki İzmir kimi şəhərdə yığsaz 5-6 loqoped var. Yəni İzmir də böyükdür, kiçik bir yerdir. Bir Azərbaycan İstanbul qədərdir. O İstanbul qədər olan yerdə də insanlar loqoped tapa bilmirlər. O zaman müraciət edirlər, hansı ki Azərbaycanlıdır, türkçə danışa bilir. Mən əvvəl Türkiyədə yaşamışam, İzmirdə yaşamışam 5 ilə yaxın.
Ona görə bəs türkçəm yaxşıdır. Orada biz məsələn valideyn müraciət etdiyində, hətta Amerikadan var hal-hazırda məndə, Kanadadan var, çoxdur. Hətta belə bir qruplar var hal-hazırda, mən də o qruplardayam. Ukraynada belə bir təlim təşkil olunub, superviziya qrupudur. Biz müxtəlif ölkələrdə olan rus dilli, türk, Azərbaycan dilli ailələrlə əlaqə yaradırıq. Onların uşaqların inkişafına dəstək veririk. Baxın, məsələn, sadə Almaniyada bir uşağın diaqnoz almağı illər çəkir. Və bu zamanda erkən müdaxilə etmiş olur. O zaman ailə müraciət edir bizə. Biz uşağı yoxlayırıq və yoxladığımız zaman ailəyə deyirik ki, məsələn, bunu belə yoxla, bunu belə yoxla. Biz də izləyirik, müşahidə aparırıq. Müşahidə nəticəsində ailəyə proqram veririk. Həmçinin o proqram necə yerinə yetirsin deyərək onunla bağlı videolar çəkib göstəririk və ailə deyir ki, məsələn, gün 1 saat buna ayır vaxtını. Və ailə o dərslərdən nümunələri bizə çəkib göndərir. Biz bu şəkildə irəliləyirik. Esmira xanım, bu tədris mərkəzləri var, təlim mərkəzləri var, hansı ki, uşaq məsələn R hərfini deyə bilmirsə, Y hərfini, müxtəlif hərfləri deyə bilmirsə, danışıqda müəyyən çətinliklərlə üzləşirsə, müxtəlif mərkəzləri görürük, reklam eləyirlər, nə bilim, sosial şəbəkələrdə, radiolarda, televiziyalarda. Valideynlər övladlarını aparıb ora yerləşdirirlər. Amma təəssüflər olsun ki, bu mən canlı şahidiyəm. Təəssüf ki, heç bir nəticə əldə etməyiblər. Həmin o mərkəzlərin xidmətlərindən istifadə etməklə. Pulları ödənilib, amma nəticə yoxdur ortalıqda. Bu mərkəzlərin proqramlarının qurulması, hazırlanması istiqaməti necə təyin olunur? Bunu kim təyin edir? Hansı təcrübəyə əsasən təyin olunur? Valideynlər vaxt, pul və sağlamlıqlarını itirməmək üçün seçimi necə eləməlidirlər ki, daha doğru olsun? Bizdə belə bir şey var da, kimisə üzərinə atmaq, günah atmaq çox asan gəlir. Ümumiyyətlə, bu tip şeylərdə biz iki günahkar axtarırıq. Çünki əksər hallarda valideynlərə deyirsən ki, məsələn, dərsə başlayırıq, evdə telefon, televizor vermirsiniz. Bezdən imtina edirsiniz, məsələn deyirəm. Və yaxud da ki, ayda 2 ay gəlməlisiniz, həftədə 3 dəfə. Bu 2 ay gəlir, həftədə 1 dəfə. Ay bir gün xəstələn. Əsas odur ki, 2 ay gələcəm. Sonra gedir başqa mərkəzə deyir ki, mən 6 ay o mərkəzə getmişəm. Amma 6 ay sənə həftə neçə dəfə deyiblər? Neçə dəqiqə deyiblər? Sən onu diqqət elə. Və yaxud evdə sənə məsləhət görüblər. Heç nə. Sonra deyir ki, bu mərkəzə niyə cəlb eləmədi? Çünki sənə evdə verilən tapşırığı sən bunun sonuna qədər etməmisən və nəticəni bizdən istəyirsən. Heç bir mərkəz istəməz ki, mənfi nəticə göstərsin. Mərkəzdə də təəssüf ki, ən böyük problemlərdən biri qeyri-ixtisasçıların çox olmasıdır. Mən ora gətirmək istədim sözü. Bax, burada ikili tərəf deyirəm də mən ona görə. Qeyri-ixtisasçılar da artdıqca, o da qeyri-ixtisasçılar ucuz işçi qüvvəsi deməkdir bizdə. Niyə? MİQ-dən kəsilən, sertifikasiyadan kəsilənlər, hal-hazırda ya da iş tapa bilməyənlər, ümumiyyətlə imtahan verib güc çatmayanların əksəriyyəti bu dəqiqə mərkəzlərdədir. Müəyyən məbləğ ödəyirlər mərkəz rəhbərliklərinə. Mərkəz rəhbərlikləri də alabaşına, külbaşına dərsin sistemini başa salır, verir dərs ona və nəticədə zəif olur. İxtisasçı mütəxəssis gəlib o qiymətə çalışmaz. Məsələn, bu yaxınlarda bir nəfər CV göndərdi. Baxıram ki, buxalteriyanı bitirib. Dedim, xanım, siz buxalteriyanı bitirmişsiniz, vakansiya psixoloq kimi axtarırsınız. Dedi, hə, yoldaşım deyir ki, kişilər olan yerdə işləmə, ona görə mən buranın üstünlük verdim. Dedim, siz oranı oxuyanda bilmirdiniz ki, kişilərlə işləyəcəksiniz. Və yaxud da ki, yoldaşınız bilmirdi ki, sizin işiniz budur. Əsas universitet deyil, mən sizi korreksiyon pedaqoqlardan da artıq bal toplamışam. Məsələn, universitetdə gələn 500 bal toplamışam, siz 400 bal toplamışsınız. Mənim yəni biliyim sizdən də artıqdır. Dedim, sizin biliyiniz buxalteriya sahəsində artıqdır, amma humanitar sahələrdə zəifdir, gəlin etiraf edək. Bu dəqiqə mərkəzlərdə işləyənlərin əksəriyyəti, məsələn, psixopedaqoqlar var. Əksəriyyəti psixopedaqoq deyilən diplomda elə bir söz ümumiyyətlə elə bir söz yoxdur. Ümumiyyətlə Azərbaycanda psixopedaqogika fakültəsi yoxdur. Mən o fakültənin dialektologiya şöbəsini bitirmişəm. Fakültənin adı psixopedaqogikada, şöbələri var. Birinci yazırlar onu ora. Niyə yazırlar? Sərf eləyir. Və onları da yönləndirən bizim ali təhsilli psixiatrlarımızdır. Götürüb yazdılar ki, uşaq psixopedaqoq etsin. Mən keçən dəfə verilişlərimlə dedim ki, ay ali təhsilli psixiatrlar. Ay sizə qurban olum, siz 7 il institut oxumusunuz. Siz heç mi başa düşmürsünüz ki, Azərbaycan təhsilini, bir uşağı yönləndirin, bir baxın, görün ki, Azərbaycan təhsil sistemində psixopedaqoq fakültəsi varmı? Baxın da, varmı? Yoxdur. İxtisas artırma kursları var. Ümumiyyətlə, Azərbaycanda ixtisas artırma, ixtisas dəyişmə kursları yoxdur qanuni şəkildə. Ümumiyyətlə, mən heç tərəfdarı da deyiləm. Ola bilər, institut şəkildə, məsələn, 9 il üniversitet, Türkiyədə belə bir qanun var. İstəyirsənsə, 1 il, 2 il üniversitetə gedib oxuyursan, sən onu həqiqətən 4 il içində seçirlər ki, sən hansı fakültədə oxumusan, burada hansısa ehtiyacın var. Amma bizdə psixopedaqoqların sayı çox olduğu üçün inanın masaj da eləyirlər, psixoloji işdə görürlər. Yəni ağınıza nə gəlirsə eləyir də bax bu insanda. Ağınıza
Ona görə də valideyninə loqopediya psixoloq yönləndirməkdənsə, və yaxud da ki, həşiyoloqlar var bizdə. Həşiyoloqlar kimdir? Bu yaxınlarda öyrəndim bir psixoloqumuzdur, ali təhsilli psixoloqdur. Xanım. Bu xanım saat yarım uşağı götürür, 120 manat seansına pul alır. Az pul deyil. 120 manat içərisində nə edir? Masaj eləyir uşağı. Uşağa aparatlar bağlayır. Özü də bağlamır. Valideyn deyir ki, sən bağla. Ondan sonra bir yarım saat psixoloji dərs aparır. 120 manat 10 gündə albadola verməzsə 1200 manat. Nəticə indiyənə qədər oradan nəticə alıb gələn görməmişəm. Bu nə aparatlardır ki? Biz necə də fizioterapiyada istifadə olunan aparatlar. Halbuki bəlkə heç uşağa yaramır, uyğun deyil. Əksər məsələn epilepsiyası olan uşaqlara biz DNS aparatı deyirik. Hansı ki onun diplomunu almalısan, oxumalısan. Bu Rusiya tərəfindən verilir. Təhsil nazirliyi tərəfindən verilir. Onu mən məsələn oxuyub Azərbaycana gətirmişəm. Fulbright oxuyub diplomunu alıb gətirmişəm Azərbaycana. Amma bu yox da fizioterapevtlər istifadə edir. 120 manat seansa 10 gündə albada buna gedər. Hətta bu yaxında bir serebral fizi qızımız var. Qızımız deməli dərsə gedib, atası universitetdə professordur. Atasına deyib ki, ata bu yanaşma mənim xoşuma gəlmədi. Görün, uşaq belə dərk edib ki, belə bir olmaz. Təəssüf ki, bunu da qarşısını almaq üçün Azərbaycanda hər hansı bir sistem yoxdur. Təəssüf ki, belədir və bir çox istiqamətlərdə nəsə eləməyə çalışırlar, hətta addımlar atılır. Güman edirik ki, bu yolda da uğurlu addımlar atılacaq. Çünki bu birbaşa uşaqların təhlükəsizliyi ilə bağlıdır, sağlamlığı ilə bağlıdır və bunun qarşısı, təhlükələrin qarşısı vaxtında alınmalıdır. Yenidən qayıdaq pozuntu mövzusuna. Siz bayaqları vurğuladınız, uşaqların oynadığı oyunlarla bağlı bir neçə detalı qeyd etdiniz. Zaman dəyişir də, bu bizdən asılı olmayan bir istiqamətdir. Hansı ki, indi istəsək də, indi 7 şüşə oynayan uşaq, nə bilim, voleybol oynayan uşaq, klass oynayan uşaq tapmaq mümkün deyil. Mən görməmişəm son 5-10 il ərzində. Biz indi bu dövrə bir adaptasiya olmalıyıq, amma maksimum şəkildə o adaptasiya zərərsiz reallaşmalıdır. Yaxşı, burada valideynlərin üzərinə düşən nədir? Sadəcə telefonu, planşeti, kompüteri, televizoru yığışdırmaqla hər şey düzəlirmi? Axı bu uşaq gələcəkdə həmin o adını eşitdiyi texnologiyalarla işləməyə məcburdur, işini tətbiq eləyəndə. Bilirsiniz necədir? Biri var onu işləmək bacarığı öyrətmək, biri var ki, o asudə vaxtını keçirtmək. Bir uşağın həqiqətən də o kompüterdə adi ChatGPT ilə işləmək də özü bacarıqdır. Süni intellektlə işləmək özü bacarıq. Buna verdiyin suallar belə sənin üçün üzəridir. Biz həmişə deyirik ki, valideynlərə, mən həmişə deyirəm ki, Azərbaycanda gərək bütün dünyada olmalıdır. Valideyn olmadan öncə gələ bir sınaqdan keçirilsin, öyrədilsin. Çünki heç kəs, məsələn, mən özümdən deyirəm, mənim oğlum 18 yaşı var. Kaş ki, oğlumun vaxtda etdiyim səhvləri etməyəydim. İndi o 2 qızım da kiçiklərdə etmirəm. Çünki ilk vaxtı idi, bilmirdim. Deyən yox idi mənə. Deyən ancaq deyirdi ki, elə qaz olmasın, elə qulaq ağrımasın. Ancaq bu səmtdə idi. Yəni, onun xaricində mən heç vaxt görməmişdim. Amma indi o qədər maariflənmə çox gözəl şəkildə inkişaf edib ki, və istənilən ölkənin Instagram səhifəsi, Facebook fərq etməz, sosial şəbəkələrdən baxsanız, uşaqların inkişafı ilə bağlı çox gözəl paylaşımlar olur. Məsələn, mən həmişə deyirəm ki, evə bir uşaq dünyaya gəldisə, siz ona baxmalısınız ki, onun inkişafı nəyə bağlıdır. Məsələn, elektron əşyaların istifadə qaydası bütün dünya deyir ki, 18 ayına qədər vermə. 18 ayına qədər icazə ver uşaq öz bacarıqlarından istifadə etsin. Öz təsəvvüründən istifadə etsin. 18 ayından sonra da məsələn günə yarım saat, bir ildən sonra 1 saat bu şəkildə dozu artırmaqla sən yeni metodika ilə uşağı tanış edə bilərsən. Amma oturub dünyaya gələn uşaq yetər ki, mən qabımı yuyum, yetər ki, mən televizor filmə baxım. Bunlar uşaqlarımızı çox geri çəkir. Ona görə də hal-hazırda bütün uşaqlarımızda əksəriyyətində oxuyub anlama, qavrama bir problemimiz var. İndi hal-hazırda nə olub? Dəb olub. 6 yaşında, 5 yaşında uşaqları məktəbə göndərmək. Hə, bu da bilməm problemdir yoxsa sevindirici haldır. Aha. Böyük problemdir. Məsələn, Yaponiyada dünən bir professorun çıxışına qulaq asdım, Türk professordur. Bu məhz pedaqoji işlərlə məşğuldur. Çox gözəl bir nəticə dedi. Dedi ki, Yaponiyada məktəbə qədər yaş dövrünə qədər, yəni 6-7 yaşına qədər uşaqlar üçün öyrətmə müfrədat yoxdur. 6-7 yaşına qədər ancaq plastilin, oyunlar, bax bu şəkildə uşaqlar inkişaf etdirirlər. 6-7 yaşından sonra artıq akademik bacarıqlar. Bizdə isə 5 yaşı olan uşağın anası ancaq fikir şansı məktəbə yazdım uşağı. Məsələn, mən qızımı bu il 7 yaşında yazdırdım məktəbə. Mənə verilən 2 sual. Uşağın nə problem var idi? Deyirəm, bu heç nə yox idi. Mən özüm də 7 yaşında getmişəm. 6 yaşında istədim qoyum qızım. Gördüm qızım kuklayla oynayır.
Yəni o qələm falan görmək istəmir də. 7 yaşına yaşıya qoymuşam. Hal-hazırda sizin nə qədər uşaq var ki, 6 yaşında məktəbə gedib, bir müddətdən sonra məktəbə dayandırıb, yenidən 7 yaşında məktəbə gedib. Ən sadə, çox belə hal-hazırda istifadə olunur pedaqoqların Piaget, Vygotsky. Piaget'in çox gözəl sözü var ki, 7 yaşın altında uşaqların məktəbə verilməsi onların gələcəkdə planlama, yəni məntiqi planlama işini zərər vermiş olur. Məntiqi planlama nədir? Uşaq riyazi çalışmalar etməkdir və yaxud gündəliyini qurmaqdır. Məsələn, mən səhər durdum, falan şey elədim, bəhmə şey elədim və bu şəkildə etməkdir. Məsələn, Sovet dönəmində biz 7 yaşına getmədik tez. Yox idi, icazə vermədilər. Sovet dönəmində, bilmirəm, baxımsız yoxsa yox, məktəbə gedən uşaqları yoxlama metodikası var idi. Çağırırlar. Neçə yaşın var? Burada nələr görürsən? İndi sistemə girən hamı gedib girir. Bəli. Sonra sinifə gəlirsən ki, məsələn, mən o qızımın bu gün sinifində rahat 4 nəfəri ümumiyyətlə uşaqda inkişaf problemi var. Və normativ adı ilə gəlib sinifə. Niyə sistemə basır? Adı axı yoxdur içəridə uşağın. Heç kəs də adına istəməz ki, uşağın adına qoysun. Təbii. Ayda bir dəfə gələn var sinifə. Qızım gəlib deyir ki, ana bu gün ana biz sırayla düzülürük. İngilis dərsinə gedir. Bir dənə uşaq var, ümumiyyətlə sırada durmur. Müəllim heç nə edə bilmir. Şikayət edə bilmir. Rəhbərlik şikayət edə bilmir. Çünki rəsmi şəkildə kompüterdən bu uşaq sistemdən keçib. Və valideynə bir dəfə də yadıma gəlir, mən təhsil dairəsində işləyirdim. Məktəblərin birinə getdik, sinifdə gördük ki, arxa tərəfdə bir uşaq oturub. Bakı ilə tanış məktəblərindən biri. Uşaq arada durur, eləyir, uşaq oturur, müəllim deyir ki, otur qızım, otur. Hər şey yaxşı, narahat olma, otur. Qabağına 2-3 dənə qələm falan qoyublar. Uşaq, yəni heç əlaqəsi yoxdur da dərslə. Prosta arxada oturmaq üçün gəlib. Başını qatır. Hə, uşaq. Və ailə soruşdum ki, xanım, bəs bu ana görmürmü ki, uşaq burada sıxılır, bu mühit ona uyğun deyil. İnsan zəkasına uyğun adi bizim özümüz. Mən loqopeda, mən niyə psixoloqların yanında, niyə xirurqların yanında darxaram? Çünki onların danışığı ilə mənim danışığım bir deyil axı. Deyirəm, mən onun anasını çağırdı ki, uşağınızda belə bir problem var da. Valideyn özündən benzin gətirmişdi. Bildiniz benzin. Çıxarırsınızsa mən özümü yandırıram. Hədələmə yolu. Və gəlib dediyi söz, mənim qaynanam deyib ki, oğlumda belə olub. 9-cu sinifə çatanda uşağımda partlayış olub düzəlib. Yəni hal-hazırda bizim Azərbaycan təhsilimizdə bax bunlar ən aktualdır. Elə bir sinif yoxdur Azərbaycanda. Elə bir sinif yoxdur. Şəxsən özüm bir dəfə tədqiqat aparmışdım. 5 bağçada yoxlanış eləyəndə hər sinif, hər qrupun 25%, 25% indiyə qədər tədqiqat saxlamışam. Nitq pozuntusu olan uşaqlardır. Hər qrupun 25% düşünün. Siz bu tədqiqatları aparmısınız, maraqlıdır və maraqlı nəticələrdir, ürək açan olmasa da. Amma apardınız gözünüzdə saxlayasınız, yoxsa aidiyyəti qurumlarla bölüşmüsünüz? Məqalələrdə çap etdirirəm. Hal-hazırda dünənləri çox sevindirici bir xəbər oldu. Məqaləm Rusiya Təhsil Naziri tərəfindən keçirilmiş bir konfransda bəyan edildi və Library kitabxanasında yerləşdirildi. Və o kitabxana yerləşdirmə indeksləşdirilir və bütün dünyada artıq onunla bağlı görülür. O tədqiqatın biri məhz xüsusi mərkəzlərdə ailələrin qarşılaşdığı analizlərdə, hansı ki problemlərlə qarşılaşırlar mərkəzlərdə, onunla bağlı 40-a yaxın ailə ilə tədqiqat aparmışdım. Hal-hazırda da başqa bir tədqiqat üzərində işləyirəm, hansı ki yenə də 40-a yaxın fərqli regionlardan ailələr var bizdə. Məqsədim ailələr niyə erkən müdaxiləyə gec müraciət ediblər? Erkən müdaxiləyə gec müraciət ediblər. Niyə gec müraciət ediblər? Onunla bağlı tədqiqatım artıq dünəndən nəticələndi və aidiyyəti qurumlara göndərdim. Bölgələrin adını çəkdiniz. Yeri gəlmişkən Abşeron yarımadası və bölgələr, burada uşaqların davranış pozuntuları ilə bağlı bir fərq varmı? Bəzən deyirlər, kənd yerində, rayon yerində böyüyən, doğulan uşaq fərqli olur, daha sağlam olur, daha güclü immunitetə sahib olur. Şəhərdə isə biraz fərqlidir, anlaşılan da çirkli hava və s. və ilaxır. Sizin bu istiqamətdə bir təcrübələriniz falan var? İnstitutdan deyə bilərəm. İnstitut tutaq ki, bir 50-yə yaxın mühazirə deyirəm. Tələbə olursa, tutaq ki, onu kənddən gəlir, regionlardan gəlir hansısa. Məsələn, siz deyirsən ki, kserokopiya eləmək lazımdır. Dostlar, atmışam sizə. Arzu edən kserokopiya eləyə bilər. Yeni mövzulardır. Rayondan gələnlər, müəlliməm, 28 mayda bir tanıyıram, oraya gedib elətdirərəm, orada ucuz başa gəlir. Bakıdan gələn, mən gedim görüm evimizdə hansı tərəfdə var. Ümumiyyətlə o yer tanımır. Rayondan gələn özünü o qədər tez tələsik yol tapır ki, özü üçün. Məntiq işlədi, düşünür. Bakıda olanlar özləri tənbəllikdən bilmirlər etsinlər. Və bunun şahidi olmuşam. Rayondan gələn daha dirbaş olurlar. Və yaxud da ki, amma qaldı ki, pozuntularla bağlı. Məsələn, bu yaxınada Qaxda oldum mən, bu yay tətilində.
bir rayona o qədər böyük bir yer deyil. Nə qədər problemli uşaqlarmış orada. Və onlar o qədər əlacısız vəziyyətdədir. Çünki orada mərkəzlər demək yox səviyyəsindədir. Təhsil alacaqları xüsusi məktəb yoxdur. Bir məktəb var da Şəkidə. Düşün, hər gün ailə evladını Şəkiyə aparmalıdır. Amma 2001-ci ildə 5 iyul Heydər Əliyevin xüsusi təhsil haqqında qanunu çıxıb. Düşün, az deyil. 21 ildə o qanun var. Amma o qanuna baxan yoxdur. Niyə? O qanunda xüsusi maddə var. Xüsusi qayğı ehtiyacı olan uşaqların nəqliyyat vasitələri dövlət tərəfindən təmin olunmalıdır. 21 ildə o yazıq ailələr onu görmürlər. Burada aidiyyəti qurumlarının da günahı var. Burada çox güman ki, valideynlərin öz səhlənkarlığı da var tələb etmək baxımından. Bax, bu yaxınlarda ADA Universitetində hörmətli nazirimiz Emin Əmrullayev bir çıxış elədi ki, xüsusi təhsil proqramları, xüsusi təhsil məktəbləri Sovet metodikasından işləyir, yəni keçmiş metodika ilə işləyir, yeniliklər yoxdur və xüsusi təhsil məsələlərində xüsusi proqramlarla dərs keçirir. Valla 22 ildir xüsusi təhsil məktəbində işləyirəm, hələ ondan xəbərim yoxdur. Mən bir də eşitdim ki, elə bir xüsusi proqramımız var imiş. Getdim müddəaya, məndən əlavə bir 10-11 nəfər də vardı, fərqli müəssisələrdən idi. Dedim, niyə nazirə yalan demirsiniz? Hardadır proqram? Deyir, yoxdur ki, deyirəm, qardaş, mən 22 ildir... Yox imiş. Yoxdur, elə bir şey yoxdur. 22 ildir deyirəm, mən məktəbdə müəlliməyəm. Xüsusi təhsil məktəbdə müəlliməyəm. Özləri bunu etiraf elədi, yoxdur. Yoxdur da, yox. Mən o müəlliməsiyəm axı. O məktəbdə mən müəllimim. Məndən başqa da 4 dənə müəssisə, xüsusi təhsil müəssisəsi mütəxəssisləri burada oturub. 11 nəfərik. Dedim, durun üzümüzə deyin ki, bəli, var. Baxdılar bizə. Deyirəm, ondan niyə nazirə yalan məlumat verirsiniz ki, bəli, xüsusi təhsil məktəbi xüsusi proqramdan keçir. Biz ümumi təhsil məktəblərinin proqramı ilə dərs keçirik. Amma ümumi təhsil məktəbinin proqramı kim üçün nəzərdə tutulub? O uşaqlar üçün. Bizim uşaqlar üçün yox deyə bilər. Deyir, fərdi iş proqramları var da. Deyirəm, hardadır? Verilməyib sizə. Hələ bunların xəbəri yoxdur ya. Arxasınca deyirəm ki, bəs niyə nazir? Və deyirsiniz ki, nazir deyir ki, geridə qalmısınız. Siz dedim, bizi irəli apardınız, biz getmədik. Hansısa bir nəsə dəyişiklik eləmişsiniz. Bu yaxınlarda təlim keçirdilər. 30 ildir xüsusi təhsil məktəbində işləyən müəlliməyə keçirilən təlim mövzusu. Xüsusi təhsil nə demək? Biz təhsil, təlim demək üçün də, yəni bu olmamalıdır. Ümumiyyətlə, təlimi elə demək lazımdır ki, ehtiyac üzərindən. Və ya da rəqəmsal təlim keçdi bu yaxında xüsusi məktəblərə. Rəqəmsalın rızısı yox idi. Emosiyaları idi, davranış pozuntusu idi. Hətta bir müəllimə sual verildi ki, müəllim, siz ümumiyyətlə xüsusi qayğıya ehtiyacı olan uşaq görmüsünüz. Deyir, hə, qonşunun oğlunda var idi. Və o müəllim gəlir bizə dərs keçməyə. Təəssüf ki, belə faktları da eşitdik, təəssüf edirik, amma güman edirəm ki, bizi hazırda aidiyyəti qurumun nümayəndələri, istər müddəa olsun, istər Elm və Təhsil Nazirliyi olsun, ya eşidirlər, yox. Mən əminəm ki, eşidirlər. Məktublarla cavab verirlər. Mən əminəm ki, eşidirlər və araşdırırlar da, amma yoxdur belə bir şeydir. Onların aidiyyata cavablarını mən sizə göstərsəm, şablon cavablardır. Axırda axırıncı cavabı yazdıq ki, ay hörmətli xüsusi buna baxan mütəxəssislərimiz. O cümlələri yazmayın, onu oxumaqdan əzbərləmişik. Esmər xanım, çox sağ olun. Mən sizə səbir arzulayıram. İşlərinizdə uğurlar arzulayıram. Hörmətli dinləyicilər, bizim söhbətimizin video yazısına görsünüz hardan hara gəldi, çıxdı. Heç güman etməzdim bura qədər uzanacaq məsələ. Qonağımız defektoloq, logoped Esmira Kazımova ilə danışdıq. Söhbətin video yazısına YouTube-da baxa bilərsiniz. Avto FM-in rəsmi kanalında təxminən 1-2 saatdan sonra. Bundan başqa bütün podkast proqramlarında da varıq deyim xəbəriniz olsun. Belə proqramımızı yekunlaşdıraq.